Bura bir otaqdır. Bəli. Hörmətli Bu mənim oğlumun tamaşaçılar. otağıdır. Oğlum idmançıdır. Bəli. Maşallah olsun. 2 dəfə Azərbaycan bayrağını Türkiyədə dalğalandır. Avropa Dünya çempionu, Dünya kubokunun sahibidir. Birinci dərəcəli idmançıdır. Maşallah. Ölkəmizi gözəl şəkildə. Bunlar hamısı görün nə qədər medalı var hörmətli tamaşaçılar. Bunlar hamısı hərəsi başqa idman sahələrində. Türkiyədə var, İranda var. Qazandığı medallardır, baxın. Bu da qəzetdə, diplomlar çoxdur, məqaləsi çap diplomları çoxdur. Həddən artıq çoxdur diplomları. Prosto da indi özdə burada deyilmi oğlunuz? Buradadır. Amma danışmaq istəmir, hə? Bura oğlunuz otağı. Hə, onun otağı. Maşallah geniş fərəh otaq. Genişdir, şükür Allaha. Yerimək mümkündür, qəşəng. Bura bir otaqdır. Digər bir otaq. Hə, bura bir otaqdır. Bu o bir uşaqların otağıdır. Digər övladlarınızın otağıdır. İndi işıq yanırsa, bəli, biraz aydın çəksin. Bu da geniş bir otaqdır. Baxın, hörmətli tamaşaçılar, çox geniş bir otaqdır. Yox, şükürlər olsun. Maşallah. Kaş ki Ağdamda tikilən evlər də belə geniş olaydı. Bura zaldır. Bura zaldır. Bura axırda çəkəcəyik. İndi növbəti 3-cü otağa gedirik. Burada bir otaqdır. Genişdir. Maşallah. Burada genişdir, şükürlər olsun. İndi buranın da işığını yandıra. Biraz, aha. Maşallah, çox geniş. Buradakı bu mənzərəsi də budur. Pəncərədən açdığınız pramoy dağ mənzərəsi. Maşallah. Dağa baxır. Pəncərənin mənzərəsi də açıldığı zaman. Bu da çox geniş bir ərazidir. Maşallah olsun. Həddindən artıq. Maşallah gününüz olsun. Çox genişdir. Burada bir otaq. Allah xoşbəxt yaşamağı nəsib eləsin. Allah köməyiniz olsun. Baxın, zal da, qonaq otağı da çox genişdir. Bura hardasa bir metrajla 9 metr. 9 metr uzunluğu var. Eni nə qədər olar? Eni 5 metrdir. Maşallah. Özdəki günün orta vaxtı pəncərəni açıq qoymaq bəs edir ki, burada sərinlik yaransın. İndi bu pərdələrimiz də yuyulub. Eybi yoxdur. Yay vaxtıdır. Əlbəttə ki, hər şey təzədən yuyulmalıdır. Nəriman Abbasovun təsərrüfatı. Keçin balacan. Heç vecinə deyil ha yəni. Yox, deyil. Yox, indi vecinə oldu. Bəli. Nəriman bəy, maşallah olsun. Burada maşallah gününüz olsun. Təsərrüfatınız çox genişdir. Qoyun, quzu, keçi. Eləmi? Yoxsa danalarınız da var? Yox, hələ ki ondan yoxdur. Elə keçi də biraz qoyun. Bunu özünüz almısınız, yoxsa dövlət də köməklik edir? Özüm almışam. Özünüz almışsınız. Yavaş-yavaş da, yəni deyir, bağa baxarsan bağ olar, baxmarsan dağ olar. Biz də istəyirik ki, bağ eləyək də, dağ eləməyik. Siz dağın ətəyində bağ yaratmışsınız. Hə, bağ yaratmışıq, şükürlər olsun. Qəşəng necə deyərlər? Dağın ətəyində, dağın başında bağ yaratmışsınız. Bu cür şəraitin. Tamaşaçılar, həmin o keçilərin, qoyunların, bax, yay vaxtı qaldıqları yer buradır. Ona nəzərdə tutmuşam buranı mən. Nəzərdə tutub ki, burada onları saxlasınlar, həmin heyvanı, qoyunu, quzunu. Əladır.